1992-ci ilin martında Azərbaycan Xalq Cəbhəsi rəhbərliyinin Mütəllibovu hakimiyyətdən uzaqlaşdıraraq ölkədə hakimiyyətsizlik yaratmasından və xalqa qarşı törətdiyi cinayətdən danışmışdıq. Mütəllibovu hakimiyyətdən uzaqlaşdırdılar. Ancaq özləri yükün altına girmədi. Hakimiyyət məsuliyyətini öz üzərlərinə götürmədilər. Və nəticədə biz Şuşanı itirdik. Bütün faciələrimizin bu növrəsi qoyuldu. Şuşa getdikdən sonra Müdafiə Naziri Rəhim Qaziyev Gəncədəki Rus diviziyasının komandiri İsa Qəmbərin yaxşı uşaq adlandırdığı General Şirbak Şuşanı geri qaytarmaq planı hazırlayırlar. Şirbak deyir ki, Qraçovun razılığını al, mən öz diviziyamla Şuşanı azad edeyim, erməniləri oradan vurum, gecəykən çıxardım və sən artıq səhər açılanda öz əskərlərini oraya yerləşdir. Və bu məqsədlə Rəhim Qaziyev Goranda 2700 nəfərlik bir könüllülər dəstəsi hazırlayır. Və sonra gedir Daşkəndə, orada Qraçovla görüşür və onun razılığını alır. O da Şerbaka zəruri göstərişlər verir. Rəhim Qaziyev sevincək geri qayıdır, birbaşa Gəncəyə gedir və orada eşidir ki, onun Şuşanı azad etmək üçün hazırladığı 2700 könüllünün cəmi 200'ü qalıb Goranda. 2500 nəfəri Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi Bakıya aparıb. May inqilabı etmək üçün, hakimiyyəti birdəfəlik götürmək üçün 2500 nəfəri Bakıya aparıb. Və təkcə bunları yox. Laçından da dəstələr Bakıya aparılıb. Baxmayaraq ki, Laçın həddindən artıq ağır vəziyyətdədir. Orada artıq panika başlayıb. Əskərlər öz mövqilərini atıb qaçırlar. Bakıda bayram mitingidir. Rəhim Qaziyev təcili Bakıya gəlir. Birbaşa mitingə və tribunaya çıxmazdan əvvəl yol üstü elə əskərlərin birinə bir şillə vurur. Sonra qalxır yuxarıda, tribunada miting iştirakçılarından ağız dalaşına girişir. Ondan əvvəl Əbülfəz Elçibəyin əlindən mikrofonu dartıb almaq istəyir. Yəni tam özünü idarə etməz bir vəziyyətdə. Və sonra əsəbi şəkildə çıxış edərək tələb edir ki, təcili Bakıya gətirilən əskərlər geriyə qayıtsın. Mənim sərhəddən əskərlərim çıxıb gəlir. Əmirallardan, Muğanlıdan dəstələr çıxıb gəlibdir bura. Laçından çıxıb gəlibdir bura. Bizim torpağımız oradadır. Orada qüvvə lazımdır. Burada bu silahlı oğullar nəyə lazımdır? Kim onlara o silahı veribdir? Mənə deyin görüm, axı buradan bir günləri mən 3000, 4000, 5000 adam yığa bilərəm. Onlar orada olmalıydı. Mənim bütün planlarım pozuldu. İndi mən sizə deyirəm, Laçın əldən gedir. Nə ilə saxlayın? Nə hərbi səfərbərliyi, orada olanlar, orada dayanırkən hərbi səfərbərliyi elan edeyim. Güllərə indi, mən indi sizə deyirəm, sabah saat 12'ye kimi vaxt verirəm. Əgər olmadı, gəlib sizin yanınızda beynimə bir dənə güllənin çağı burada da yıxılacam. Əskərlər qayıdırlar. Ancaq artıq Şuşanın azad olunması planı pozulub. Laçın da həmin günlərdə işğal olundu. Laçının işğalı Azərbaycan Xalq Cəbhəsi
rəhbərliyinin növbəti cinayəti oldu. Hakimiyyətə gəlmək üçün Laçından hərbi qüvvələr Bakıya gətirildi. Orada panika yaradıldı və əskərlər biz yiyəsizik deyərək hərəsi bir tərəfə qaçdılar. Kaydın geri. Bir dakika dayan. Kim komanda verip şu kaydası? Hiç kim bilmiyor. Yersizler başa düşsün. Niye? Bəs Tofiq Yaqublu'nun burada rolu nədən ibarətdir? Rəhim Qaziyevin hazırladığı 2700 könüllüdən biri Tofiq Yaqublu idi. Çox güman ki o da Bakıda may inqilabında iştirak etmək üçün Milli Məclisin qabağına gələn o 2500 nəfərdən biri idi. Tofiq Yaqublu'nun xarakterini az-çox bildiyimizdən əminik ki, o da mütləq Gorandakı mövqeyini atıb və cəbhənin çağırışı ilə Bakıya gəlib. Bəlkə də gəlməyib. Məlum deyil. Ancaq bir şey dəqiq məlumdur. Rəhim Qaziyevin Milli Məclisin qarşısında şillə vurduğu əskər Tofiq Yaqublu deyildi. Şəki rayonundan olan bir əskəri vurmuşdu Rəhim Qaziyev. Görünür, qan çəkmişdi.